İnsan ailəni Allah üçün qurursa, məqsədi ailəni razı salmaq olacaq. Özünü təmin eləmək olmayacaq ailə vasitəsilə. Gəldi bir İmam Baqir əleyhissalamın yanına, gördü qəribə paltar giyinir. Yəni qəribə bu mənada ki, imam adətən belə paltar giyinməz. Soruşur ki, ağa, nə əcəb belə paltardasınız? Yəni xas deyildi o cəmiyyətə də o geyim. Deyirdi ki, həyat yoldaşım imam cavab verir, belə giyinməyimi istəyib. Geyimimi onun zövqünə uyğunlaşdırıram Allahı razı salmaq üçün. Bu bir kiçik hərəkətdə imam davranışın üslubunu ailə daxilində onu bəyan edir ki, uyğunlaşmadır ailə. Bu sənə uyğunlaşsın, sən ona uyğunlaş. O sənə, sən ona uyğunlaş. Allaha bəndə olmaq üçün. Uyğunlaşmaq üçün bir sən nə qədər özünlə mübarizə aparırsan, onun xoşuna gəlmək üçün, onun istədiyini eləmək üçün öz istəyi yox deməlisən. Bu proses bir sən nə qədər nur gətirir insana ailə daxilində. O uyğunlaşmaq üçün özü ilə mübarizə aparmaq. Ailədə cəmaat, ailə üzvləri bir-birinə diqqət və məhəbbət göstərsə, üzr istəyirəm ifadəmə görə, cəmaat başqa yerdə məhəbbət və diqqət dilənçisi olmaz. Bəziləri dillənir, diqqət dilənir cəmiyyətdə.